Son bir neçə gündür Bakı şəhəri və ölkənin bir sıra regionlarında fasiləsiz yağan güclü yağışlar ciddi problemlərə səbəb olub. Aramsız yağıntılar nəticəsində bir çox yol, küçə və yaşayış massivləri su altında qalıb, nəqliyyatın hərəkəti isə əhəmiyyətli dərəcədə çətinləşib. Hacıqabul rayon sakini Vüqar İmanovun kanalımıza göndərdiyi videoda rayonun Qubaliboğlan kəndinə gedən yolun yağışlardan sonra yaranan sel nəticəsində tamamilə yararsız hala düşdüyü görünür. Sel suları yolun müəyyən hissəsini yuyaraq uçurub. Yolun yararsız vəziyyətə düşməsi nəticəsində kəndin rayon mərkəzi, eləcə də ətraf digər kəndlərlə nəqliyyat əlaqəsi tamamilə kəsilib. Vüqar İmanovun sözlərinə görə güclü yağışların yaratdığı fəsadlar təkcə Qubaliboğlan kəndi ilə məhdudlaşmır. Rayonun Rəncbər və Udullu kəndləri də təbii fəlakətdən ciddi ziyan görən yaşayış məntəqələri sırasındadır. Hazırda ərazidə vəziyyətin aradan qaldırılması və yolların bərpası istiqamətində aidiyyəti qurumların tədbirlər görməsi gözlənilir.